botoks vaxtım biraz gözlərim göz çizidim. Alnım biraz göz baxır. Baxın, siz mənə bir söz deyin. Siz nə vaxtsa botoks elətdirmisiniz? Bir dəfə bunu elətdirmişəm, o da udasını alınmayıb. Yox da belə alnımı. Ha, aşağısı alın, göz ətrafı nə qədər keçib vaxtından? Xeyli keçib, hamısı bir ilə yaxındır. Bəs neçə yaşınız var? 59-un içindəyim. Maşallah. Gəlin sizə onda mən botoks eləyim. Göz ətrafınızda daha çoxdur qırışlarınız və güləndə onların hamısı var. 5 nöqtələrdən niyə eləyirəm sizə? Dərinizin daha fresh, daha fərağətli görsənməsi üçün rənginiz açılsın, qəşəng. Dəriniz də hamarlaşsın. 5 nöqtədən ona görə eləyəcəm. Düzün desəm, deyim ki, sizin buxağınız var, brillanız var. Maşallah, bu yaşda elə çox deyil. Azdır da. Yəni, özünüzdə kilolusunuz. Özünüz buranız düşməyib. Yəni, burası düşən brillalı üzlər var ki, çox çətin üzləriniz. Nə var mən, bəlkə buralarım belə. Amma bu yanaq belə aşağıdır, düzdür. Yanağınız aşağıdır, amma ki, yanaq dolusuz da. Yəni, biraz da həcmləndirici bir şeylər eləsəm, üzünüz kök görsənəcək, yekə görsənəcək. Bədənimə görə istəyirəm, mənim bir sifətim alacaqdır. Ona görə də dolğu məsləhət görmürəm, dolğu eləməyəcəm sizə. Yox, eləməyəcəm. Mən sizə eləyəcəm botoks, bir dənə də 5 nöqtə. Siz 15 gündən sonra bunun gözəl bir nəticəsini əldə eləyəcəksiniz. Evet, baxılacaq belə. Qəşəng olacaq. Hətta buralarım çox sallandı, mən istəyirəm. Bir də bu boynun bu xəttlərinə nə eləməyirlər? Boynunuzun xəttlərinə biz vener halqalar deyirik, amma yenə də deyirəm, bura lazım deyil. Kilolusuz da, yəni yenə də belə eləyəcəksiniz, yenə də onlar əmələ gələcəksiniz də. Yəni, gələcək. Amma belə dərinin daha liftingli olmağını istəyirsinizsə, yaxşı liftingli mezolarınız var. Mezo eləyə bilərəm ki, dəriniz elastik olsun, dərinin orada da rəngi açılsın. Hə, ləkələrim var. Onu eləyə bilər. Qiymət saat nə qədər olacaq ki, 200 səhvdə